Salam müəllimlər, xoş gördük hər birinizə. Mən Zaur Gözəlli müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili müəllimi. Bu gün sizlərə sürət qrupları haqqında məlumat vermək istəyirəm. Sürət qruplarını ənənəvi qruplardan fərqli olaraq həftədə 3 dəfə tədris edilir. Digər qruplar həftədə 2 dəfə olduğu halda sürət qrupları həftədə 3 dəfə tədris edilir. Bizim dərs keçmə prinsipinin sistemi necə olur? Deməli, dərslər həftədə 3 dəfə tədris olunur və YouTube platforması üzərindən canlı şəkildə, yəni WhatsApp-da deyək ki, sual-cavabla və yaxud da Zoom-da, Google Meet-də yox, yəni şəxsi olaraq mənim tədris etdiyim dərs sistemində YouTube platforması üzərindən canlı şəkildə həftədə 3 dəfə tədris edilir. Bu şəkildə olacaq və imtahana bir ay qalmış təxmini dərslərimiz həftədə 5 dəfə, 6 dəfə artıq tədris olunmağa başlayacaq. Dərslərimizdə gedişat prinsipi necə olur? Hansı vəsaitlərdən istifadə edilir ümumiyyətlə? Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili qaydaları və testlər toplusu, Müəllim Hazırlıq Mərkəzinin mətnlər test toplusudur. Mavi üzlü dediyimiz ERM test toplusu, hansı ki müəllimlər və sertifikasiya üçün nəzərdə tutulan abituriyentlər üçün yox. Bir də yaşıl üzlü test toplusu var ki, bunlar deməli işlədilir. Bunların tərkibində olan testlərin hər birinin izahı tətbiqə yüklənir. Siz oradan evə tapşırıq olaraq verilən testlərin hər birinin izahını dinləyə bilirsiniz. Təbii ki, mövzu izahları öz yerində. Canlı dərslərdə YouTube-da deməli canlı açılır, link qrupa göndərilir, həmin link vasitəsilə qoşulursunuz, dərsdə iştirak edirsiniz. Dərsdə mövzu sual-cavab edilir, mövzu haqqında ətraflı məlumat verilir, həmin mövzu ilə əlaqədar olaraq test tapşırıqları, hansı ki bizi çaşdıra biləcək məqamlar olur, onlara diqqət yetirilir, lüğət soruşulur. Hər mövzu bitəndən sonra mövzu qiymətləndirmə testi, quiz dediyimiz deməli sınaq tətbiq olunur və izahı verilir. Bir də hər mövzudan bir, məsələn, qrammatika mövzusu keçdi, bitdi, ondan sonra mətn, yəni bunlar paralel şəkildə ardıcıl olaraq davam edir. Bir mövzu, bir mətn, bir mövzu, bir mətn, bu ardıcıllıqla dərslərimiz davam edir. Bir neçə mövzudan bir ümumi sınağımız olur və bundan da əlavə kursumuzun 3 həftədən və yaxud da 2 həftədən bir təşkil etdiyi ümumi sınaqlar var ki, onlarda da yenə qonaq tətbiqində iştirak edib öz biliklərinizi yoxlaya bilərsiniz. Çox sağ olun, diqqətinizə görə təşəkkür.